Salam dostlar, hər vaxtınız xeyir. Bugün sizinlə birlikdə deməli OTK-da istifadə olunmuş test tapşırıqlarının izahına baxarıq. Təbii ki, ingilis dilindən. Gəlin vaxt itirmədən başlayaq test tapşırıqlarımıza. İzahı mən verəcəm sizə, Xəzər müəllim. Və deməli dostlar, birinci mətndən başlayırıq. Gedək görək true false testlərimizdə bizi nələr gözləyir. Ümumiyyətlə, uşaqlar, bu rəqəm əsr məsələləri bilirsiniz ki, testlərdə çox istifadə olunur. Məsələn, birinci suala baxın 6.1-də. Burada yazılıb ki, 6-cı əsrin, belə deyək də, 60-cı illərinin ortalarında, 6-cı əsrin, belə deyək, 60-cı illərin ortalarında bir, deməli, müəllif tərəfindən monster uşaqlar, biz bunu yaratıq deyə bilərik, yəni qorxunc, belə deyək də, bir yaradılışdır və eramızdan əvvəl deməli təsvir olunur və yaxud da ilk dəfə bu həmin, belə deyək, monster nə eləyiblər, deməli toxunublar da bir hekayədə, bir nə bilim əsərdə bu formada. İndi gedirəm yuxarıya. Bu cümlə dostlar mənim birinci abzasımın birinci cümləsində. Diqqətlə xahiş edirəm cümləyə baxın. Baxın, burada 565 verib. Sadəcə olaraq mənim şərtimdə bunu gətirib yazıb 6-cı əsrin 60-cı illərin ortaları yavaş-yavaş analiz edirəm. 565 6-cı əsr eləyir? Eləyir, bəli. Demişdim ki, əsr tapmaq üçün ilk rəqəmin üstünə 1 gəlirsən, eləyir 6. Bəli, bu 6-cı əsrdir. 65 də 60-cı illərin ortasıdır. Yəni 65 60-cı illərin nə isə də ortasıdır, elə deyil. Deməli tamamilə doğrudur və burada da yazıb ki, belə deyək də ilk yazılmış hekayədir monster haqqında. Və ona görə də mən bu deməli cümləyə əsasən 6.1-i qəbul edə bilərəm true. Demək true burada burada true yoxdur, gəlin yanına A yazaq. Demək 6.1 mətnimizə əsasən truedur, sizlərə də göstərdim. 6.2-yə baxıram. Since then, many more pictures have been taken, all of them have been clear. Demək istəyir ki, dostlar, o vaxtdan bəri, since then, çoxlu, belə deyək də, şəkillər çəkilib, götürülüb və onların da hamısı nədir? Aydındır, have been clear. İndi gedirəm mətnə təbii ki, bunun doğruluğun, düzlüyünü ən yaxşı halda mənə deməli uşaqlar, mətnlər deyəcək. Bir dəqiqə. Zəhmət olmasa uşaqlar, bu hissəyə baxın. Deməli, 33-cü ildə ilk şəkil çəkilir 100 metr məsafədən. Distance of about görə bilirsiniz, bu məsafədir. Təxminən 100 metrik məsafədən şəkil çəkilir 33-də. Amma şəkil nə idi? Aydın deyildi, diqqətli olun uşaqlar. Yəni, mən artıq orada bütün çəkilən şəkillər hamısı aydın idi deyə bilmirəm. Çünki burada mənə bir şey yazıb ki, wasn't clear, yəni ilk çəkilən şəkil aydın deyildi. Avtomatik bu mənim 6.2-mi nəyə çevirir? False-a. Buna da bir dənə mən false yazıram. Sonra uşaqlar, baxıram 3-ə. İndi görək mətndə belə bir cümlə varmı? 6.3 ilə bağlı. Bir dəqiqə gözləyin. Diqqətli olun uşaqlar, cümlə buradadır. Dəmir yol dönəminə qədər bir çox az adam Highlandsa getmişdi. Kimlərdən başqa? Əskərlərdən və şəhərlərdən olan rəsmi insanlardan başqa. İndi bu cümlə burada verilib belə. Məncə şərtdə də bu formadaydı. Gəlin, gedək 6.3-ə. Demək olar ki, uşaqlar, eyni cümlədir. Bu sözümüz əvvəl mənasındadır. Yəni, dəmir yolunun inkişafından əvvəl, belə deyək də, az insanlar, burada individual fərd mənasında gedir. Demək, Şotlandiyanın Highlandlarına səyahət edib, kimlərdən başqa qoşunlardan və deməli, rəsmilərdən başqa. Buna görə bunu da mən true götürə bilirəm, mətnə görə onu da göstərdim yerini sizə. Sonra və baxırıq bura.
4-ə, 6-4-ə yazıb. Şotlandiyanın şimalı deyir ki, belə də rütubətli idi, belə balaca soyuq idi. And home to more sheep. İnsanlara nisbətən daha çox qoyunların belə deyək məskəni idi ora. İndi görək mətndə belə bir hissə varmı? Şimal hissəni mən tapmağa çalışıram. Şotlandiyanın şimalı. Bir dəqiqə gözləyin. Baxın, düz buradadır uşaqlar. Bu hissədə altı xətləyəcəm indi sizin üçün. Diqqətli olun. The north of Scotland yazılıb, görə bilirsiniz. Wet and cold. Wet, damp, rütubətli eyni şeydilər. Orada wetin yerinə damp yazılıb, cold'un yerinə chilly yazılıb, yəni soyuq idi. Və inhabit nə deməkdir? Məskunlaşmaq. Orada insanlar, belə deyək də, insanlara nisbətdə daha çox qoyunlar tərəfindən məskunlaşılıb bu həmin ərazi. Okey, rütubətli və soyuq olduğuna görə, deməli, orada insanlara nisbətən daha çox qoyunlar məskunlaşıb. Deməli, bu şimaldan söhbət gedir. İndi gəlin uşaqlar, bu cümləyə bir də baxaq. Bu da burada, deməli, eyni cümlə olduğuna görə mən bunu ötürü qəbul edə bilərəm bu formada. İndi gəlin baxaq 7-ci test tapşırığına. Bir dəqiqə dostlar. Deyir ki, cümləni tamamlayın. Deməli, burada deyir ki, Manchester haqqında deyilənlərdən biri odur ki, yəni bizdən onun haqqında deyilənlərdən birini deməli soruşur. Uşaqlar, məsələn, burada biz Y variantını səhv çıxarda bilərik. Nəyə görə? Gəlirəm burada, baxın, diqqətli olun. Deməli, bu hissədə long neck yazılıb, görə bilirsiniz, uzun boyun. Amma 7-də Y variantında short neck yazıblar, qısa boyun. Baxın, short. Bu hissədə belə. Ona görə Y-ni mən deməli səhv çıxardıram. Ondan sonra yazıb insanlardan heç biri belə deyək də demədi ki, biz Monster'ı görmüşük, yəni həmin o yaratığı görmüşük. Amma əksinə deyənlər olub görmüşük. B-ni də buradan ata bilərəm. Ondan sonra qalıram C ilə D arasında. Uşaqlar, burada belə bir məsələ var. Baxın, verilən illər burada 1934-dür. Başqa hansı il var burada görək. 565 bu heç eradan əvvəldir, bu işimizə yaranmır. 1930 var burada, sonra 87 var və s. Amma 7-nin deməli B variantına baxın, yazıb ki 19-cu əsrin, uşaqlar 19-cu əsr neçənci ildir? 1800 neçələrsə. Və orada 1800 neçə ilə bağlı bir il yoxdur, aydındır. 19-cu əsr deməli 1800-cü illər mənasına gəlir. Və mən də çıxıram yuxarı, görürəm ki, deməli 1800-cü illərlə bağlı bir orada rəqəm mən görə bilmirəm. Ancaq 1900 veriblər, o da 20-ci əsr sayılır 1900-cü illər. O baxımdan C də belə gedir. Sonra indi görək mifologiya ilə bağlı bəs mətndə nə deyib bizə? Baxaq bura. Deməli, uşaqlar, həmin cümlə isə burada, baxın, əfsanə, yəni mif mövcud olub Scottish folklorunda çox əsrlər, many centuries, görə bilirsiniz, for many centuries yazılıb bura. Amma, mənim testimdə nə yazıb bəs şərtdə? D variantında few yazıb. Ona görə D də səhvdir, doğru cavabım qalır A. Yəni, əgər şəkil realdırsa, o dinozavra bənzəyir. Yəni ki, it appears to be, yəni belə deyil, dinozavrın ortaya çıxmış kimi versiyasıdır. Baxın, o cümlədə burada olmalıdır. Sadəcə real sözünü authentic sözü ilə əvəz ediblər. 8-ə baxaq. Yenə də bizdən soruşur ki, mətndən aydın olur ki, artıq mətnə görə doğru cavabı götürməliyəm.
Məsələn, uşaqlar, B-də yazıb ki, bütün şəkillər Scottishlər tərəfindən çəkilir. Bu, deməli, səhvdir. Sonra C-də yazıb ki, uşaqlar, belə deyək də, əgər varsa, o belə deyək, balaca, sonra necə deyərlər, ürkək bir monsterdir, amma əksinə mətndə onu böyük, nəhəng təsvir ediblər. C-ni də atıram burdan. Sonra D variantında yazıb ki, ümumiyyətlə monsterə hamı onun mövcudluğuna şahidlik elədi. Bu da əlaqəsiz bir cümlədir. Y-də yazıb 87-ci ildə çoxlu insanlar, individual insanlar anlamındadır. Cəhd elədi ki, müxtəlif alətlərlə onu tapsın, amma onlar uğurlu oldular. Əksinə, hələ heç kim, belə deyək də, onun mövcudluğunu sübuta yetirə bilməyib. Ona görə qalır doğru cavabımız da bizim burada A variantı. Belə deyək də, yəni baxmayaraq ki, heç kim həmin o monsterin real olduğunu hələ ki göstərə bilməyib, amma eyni zamanda da mövcudluğunu da heç kim sübuta yetirə bilməyib. Həm reallığını sübuta yetirə bilməyiblər, həm də mövcud olmamasını da, belə deyək də, onun sübuta yetirilə bilməyib. Buna görə A-nı götürmək olar, mətnimizin axırıncı cümləsində idi. Inhabit uşaqlar. Inhabit nə deməkdir? Yaşamaq, məskunlaşmaq. Ona görə mən götürəcəm burada D variantını. Try cəhd eləməkdir, olmur heç. Say deməkdir, bu da əlaqəsizdir. Leave, üzülürsən. Abandon, desert uşaqlar, bu tərk etməkdir. Show da göstərməkdir. Ən yaxşı halda götürürəm D-ni. Hansı ərazidə yaşamaq, məskunlaşmaq kimi D variantı bizə kömək eləyir. Deməli, uşaqlar, gəlin 10-cu test tapşırığına baxaq. Burada isə bizdən soruşur ki, hansı sualların mətnində cavabı var. Birdə deyir ki, nə qədər insan Scottish Lowlanddən Scottish Highlanda gedib. Bunun mətnində cavabı yoxdur. Onun sayını verməyiblər. Sonra 2-yə görə cavabı varmı? Deyir ki, ilk şəkil çəkiləndən 1 il sonra deməli, nə baş verdi? What happened? Görə bu varmı? İlk şəkil nə vaxt çəkilmişdi? First photo deməli çəkilib burada 1933-cü ildə. Baxaq görək. Uşaqlar, baxın, o hissə buradadır. 33-də ilk şəkli çəkilir, 34-də də deməli ən məşhur şəkli. Yəni 1 il sonra nə olur? Onun ən məşhur şəklini çəkirlər. 34-cü il. Deməli 2-nin cavabı var. Sonra yazıb ki, hansı insanlar dedi ki, onlar 30-cu ildə göldə bu yaratığı görüblər. Uşaqlar, bunun da cavabı yoxdur. Hansı insanlar dedi, bunu da verməyiblər. 4-ə baxırıq. İngiltərədə niyə, belə deyək də, bu monster hekayəsi o qədər də məşhur deyildi? Onun səbəbi varmı? Bəli, var. Görə bilirsiniz, ya bu hissədədir. Yazıb ki, İngiltərədə elə də bir məşhurluğu yox idi. Onda sadə bir səbəbi var idi ki, dəmir yolunun mövcudluğu dövrünə qədər çox az insan Highlanda gedə bilmişdi. Buradakı əsgərlərdən və rəsmilərdən başqa. Ona görə bilməmişdilər. Deməli, uşaqlar, 3-ün də doğru cavabı var. Yoxud 4-ün doğru cavabı var. 5. Where is the man swimming? Yazıb ki, belə deyək də, bu şəxs harda üzürdü və monster tərəfindən hücum olunarkən təsvir olunmuşdu. Bunun cavabı görək varmı? Bir dəqiqə. Baxın, harda üzdüyünü verib. Ness çayında, görə bilirsiniz. Ona görə də 5-in də cavabı var belə. Birinci mətni yekunlaşdırdıq. Gəlin keçək ikinci mətnə. İkinci mətnimiz uşaqlar, bu gələcəyin deyəsən maşınlarından danışır. Gəlin bunda true-false suallarına baxaq. Deməli uşaqlar, 11-ci suala baxaq, 11-1-ə. Deyir ki, it is impossible. Bu qeyri-mümkündür ki, sənin növbə nəticələri nə eləyəcək? Will drive the vehicle. Yəni bu 22-ci əsrin bu gələcəyin bu nəqliyyatını sürməsi. Impossible, yəni qeyri-mümkündür. Görək elə, yəni 22-ci əsrdə. Görək mətndə nə deyir bizə?
Uşaqlar, amma baxın, deyir ki, bu 2100-cü ilin maşınıdır və ola bilsin ki, grandchildren will maybe drive. Ola bilsin ki, belə deyək də, onlar sürəcəklər. Biz sürə bilməsəydi həmin müddətə. Amma burada yazıb ki, impossible, qeyri-mümkündür. Artıq təbii ki, bu nə olmalıdır? False. B. Sonra most likely you will be operating a snail car today. Deməli, uşaqlar, 11-2-də 10 demək istəyir ki, sən belə deyək də, bu snail car bugün deməli sürə biləcəksən, idarə edə biləcəksən. Sadəcə snail car nəyə deyirlər? Gələcəyin maşınlarına deyirdilər, təkərləri yoxdur deyə ilbiz kimi sürünür, amma ilbizdən daha sürətlidir. İndi uşaqlar, 2100-cü ildə falan mümkün olsa bu proses, deməli biz sürə bilməyəcəyik də böyük ehtimal. O baxımdan bu da, yəni sürə biləcəksən yazıb, idarə edə biləcəksən yazıb, ona görə bunda false götürürəm. Sonra 3-də yazıb ki, bəzi nəqliyyat vasitələri, vehicle artıq bilirsiniz ki, nəqliyyat vasitəsi deməkdir. Enerjidən istifadə edəcəklər, amma bu enerji necə enerji olacaq? Yerin altında toplanan, beneath uşaqlar altında deməkdir. Yəni yolun altında toplanan, yığılan enerjidən istifadə edəcəklər. Məncə bu true olmalıdır. Və mətndə gördüm belə bir deməli fikir. Baxın. Buradadır, görürsünüz, they will store, yəni ki, onlar bu enerjini yolun altında saxlayacaqlar andır və bəzi maşınlarda bundan istifadə edəcək. Deməli, bu tamamilə demək, doğru fikirdir. Bunu true olaraq qəbul edirəm. Ondan sonra 4-ə baxıram, uşaqlar. Deməli, novel ümumiyyətlə yeni kimi gedir uşaqlar burada. Tədqiqatçıların, belə deyək də, bu müasir dövrdə yer səthləri üçün yeni materiallar yaratma kimi heç bir şansı yoxdur yazıb. Məncə bu da deməli bizdə səhv olacaq. Çünki bayaq mətndə onu da gördüm. Gözləyin. Baxın. Sadəcə new materials yerinə orada novel yazıblar. O da elə yeni deməkdir. Artıq bugün alimlər, tədqiqatçılar nə edirlər? Yer səthi üçün müxtəlif yeni materiallar hazırlayırlar. Bu cümlədir. Orada amma yazıb ki, heç hazırlama imkanları, şansları yoxdur. Ona görə bu da false. Deməli, false, false, true və false kimi oldu. 12-yə keçir uşaqlar. Instantly sözünün bizdən mənasını istəyir. Bu sözün mənası anidən deməkdir. Birdən, dərhal mənasında gedir. Ona görə immediately, at once or without delay. Yəni gecikmə olmadan. At once dərhaldır, elə immediately də dərhaldır. Bu baxımdan C-ni deməli götürmüş oluram. Digərləri uşaqlar, yəni məna baxımından heç bir uyğunlaşmır buna. 13 yazıb ki, gələcəyin maşınları tamamilə bugünkülərdən fərqlənir. Nəyindən fərqlənmiş olacaq uşaqlar? Tamamilə. İndi mən baxıram ki, burada məsələn yazıb ki, bu avtomobil səsli və çirkli olacaq. Əksinə, mətndə deyir ki, gələcəyin maşınları səssizdir, təkərsiz olacaq, belə deyək də, sürətli olacaq. A variantı ona görə gedir. Məsələn, yazıb B-də indi heç avtomobillərin indiki dövrdə təkərləri yoxdur. Belə bir şey düzdür, uşaqlar. Deməli, belə deyək də, indiki maşınların hamısında demək ki, təkəri var. B-də ona görə gedir. Sonra D variantına baxaq. D-də yazıb ki, baxmayaraq ki, o ilbizə bənzəyir, ilbiz kimi hərəkət edəcək, təkərsiz, söhbət gələcək maşından gedir, daha yavaş deməli edəcək də hərəkətlərini. Amma əksinə, bunu sizə göstərə də bilərəm. Yazıb burada snail car, amma daha çox snail-a nisbətən daha sürətli, much faster yazılıb, görə bilirsiniz. Ona görə yavaş hərəkət edir D-də buradan atıram gedir. Və Y-də də yazıb ki, heç bir sıxlıq, nə bilim, gərginlik, çirklənmə olmayacaq. Bu da səhvdir. Demək, baxın da buradadır. Amma uşaqlar, bura yazıb ki, eyni zamanda deməli, çirklənmə, trafik demək, tıxacları və stres olmayacaq. Sonra da olmayacaq dedi. Baxaq, niyə səhv oldu? Yox, burada var deyir, üzrlü sayın. Baxın, mən onu səhv tərcümə etdim. There is yazıb, burada var. Sıxlıq, gərginlik, çirklənmə olacaq mənasında yazıb. Amma mətndə deyir ki, olmayacaq. Görə bilirsiniz.
Ona görə 13-də mən nəyi götürürəm? C variantını. 14. Deyir ki, 6-cı paragraf hansı cümlə ilə başlaya bilər? 14-də uşaqlar biz nəyi götürə bilərik? Görə 6-cı paragrafda nə deyir bizə? Belə başlayıb. Eyni zamanda çiklənmə olmayacaq, tıxac olmayacaq, stres olmayacaq bu formada. Bu cümlə belədir. Yəni ondan sonra gələn ikinci cümlə o formadadır. Yəni bu boşluqdan sonra gələn cümlənin tərcüməsini dedim. Yəni boşluğa elə cümlə qoymalıyam ki, özündən sonra gələn cümlələrlə məna baxımından əlaqəyə girə bilsin. Baxaq 14-də. Yazıb ki, həqiqətən də o özünü idarə edəcək və sənin idarə etmənə ehtiyac qalmayacaq. Uşaqlar, bu bir balaca əlaqəsiz cümlədir. O biraz yuxarılara aiddir. Hansı ki, burada amma deyir çiklənmə olmayacaq, tıxac olmayacaq və s. Bu biraz uyğun gəlmədi. Məsələn, B-də yazıb, B ümumiyyətlə düz gəlmir, yazıb münasib, uyğun olmayacaq, yəni rahat olmayacaq, belə deyil, 22-ci əsrdə sürücülük, sürmək. Bu da əlaqəsizdir. Sonra ondan sonra Y-yə baxaq uşaqlar. Yazıb növbəti illərdə biz belə deyək də, elə də vacib bir çevrilmənin tutaq ki, nəqliyyatla bağlı necə də dəyişib, şahidi olmayacaq, belə bir şey verib, amma bu da əlaqəsizdir. Əgər mən deyirəmsə çiklənmə olmayacaq, tıxac olmayacaq, o zaman artıq şahidi olacam da, bunu inkarda veriblər. Qaldıq C ilə D arasında. Uşaqlar, burada bilirsiniz, C və D arasına qalanda D-nin tərcüməsi daha belə deyək də, həmin o boşluğa gedir. Necə? Yazıb sürmək 22-ci əsrdə rahat olacaq. Çiklənmə yoxdur, baxın, tıxac yoxdur, gərginlik yoxdur. Yəni D variantı daha uyğundur həmin abzasa ki, 22-ci əsrdə sürmək deməli rahat olacaq, convenient. Və davamında deyir, çiklənmə yoxdur, gərginlik, nə bilim, stres, tıxac, bunlar da yoxdur bu formada. 14-də D-ni götürürük. 15. Uşaqlar, məsələn, 1-də yazıb ki, hansı viruslar bugün daha çox ortaqdır da bugün üçün. Amma burada sadəcə virus adı çəkib, viruslar deyir. Amma indi hansı viruslar biri götürə bilmirəm, çünki deməyib. Sonra 2075-dən sonra nə baş verəcək? Məsələn, ikinci sual belədir. Götürə bilərəmmi? Bəli, götürmək olar uşaqlar. 2100-cü ildə filan bu snail karlar ortaya çıxacaq, təkərsiz, sürətli karlar ortaya, maşınlar ortaya çıxacaq, sonra tıxac azalacaq, nə bilim, çiklənmə olmayacaq, belə bir şeylər vəd edirlər orada. 2-ni götürdüm. Sonra 3, bu yeni növ maşını kim istehsal etdi? Bu da yoxdur, verməyiblər mətndə. Sonra 4-ə baxaq. What will the new car use? Yeni maşın nədən istifadə edəcək? Baxaq görək. Uşaqlar, yeni maşın istifadə edəcək günəş enerjisindən. 4-ün də cavabı var. Və yazıb hansı alimlərin gələcək maşınları ilə bağlı ideyaları var? Uşaqlar, hansı alimlərdir bunlar? O da verilməyib. Doğru cavabımız qalır 15-də 2-4. Gəlib baxaq artıq qrammatika suallarına. İndi uşaqlar diqqətli olursunuz, izahlarını da qəşəngcə qeyd edirsiniz. Sınağa gəlməyən tələbələr deməli dayandırsın, birinci cavablandırsın, sonra izaha baxsın, xahiş edirəm. Deməli uşaqlar, birinci məsələ nədir? By the time. Bunu dəfələrlə yazmışıq, istəyirəm bir də yazın bilməyənlər üçün. By the time üçün biz nə demişdik? Demişdik ki, bu da bir bağlayıcıdır, bu da bir after, before, as soon as, till, until kimi bir bağlayıcıdır. Və by the time-dan sonra gələn isə budaq cümlədir. Özündən sonra gələ bilər indiki sadə zaman və yaxud da uşaqlar gələ bilər keçmiş sadə zaman budaq cümlədə. Və mən indiki sadə zaman gəlibsə bura qoymalıyam nəyi? Gələcək bitmiş davam etçi. Yəni gələcək bitmişlə bağlı bir şey olmalıdır. Elə yazıram will have V3. Bir də keçmiş sadədirsə nə olmalıdır? Keçmiş bitmiş.
Had plus V3. Bax belə. Bu uzlaşmamdır. Tez qaçıram testimə uzlaşmamı belə götürmək üçün. Başqa da ki, uzlaşma burada işə yaraya bilməz. Baxın. Body time'dan sonra indiki sadə zaman gələcək bitmiş. Əla, biri götürdüm. İndiki bitmiş dedim mən bu uzlaşmada yox uşaqlar. Demədim 2 ilə 3-ü atıram. Sonra body time'dan sonra gələcək sadə zaman demədi will arrive. 4-də gedir. Amma 5 var. Bax, keçmiş sadə, keçmiş bitmiş. Deməli 1 ilə 5-i götürdüm doğru cavab kimi. Sonra 17-yə baxaq uşaqlar. Bizdən istəyir ki, hekayəni quraq. Make up a story. 17-də görək nə ilə? Uşaqlar, əslində nə ilə başlayaq deyəndə deməli 2 ilə başlamalısınız. Çünki bütün variantlarda 2-dir. İndi deyir ki, George bir cəngəvər idi və o çoxlu macəralardan keçmişdi. Yəni, çoxlu macəralardan keçən bir cəngəvər idi. 2-ni götürdüm. Ondan sonra görək nəyə götürə bilərik. Görək. Uşaqlar, burada deməli bu dragondan söhbət gedir. Deməli, hansı ki bu belə deyək də kəndlərə filan hücum eləyir. Yəni, birinci hələ onun haqqında eşitsin, ondan sonra ondan başlasın da belə deyək, mübarizə eləməyə falan. İndi 2-ni götürdüm, sonra 1-i götürərəm. He heard about, yəni ki, o əjdaha haqqında eşidir. Yəni ki, belə deyək də, hər gün kəndlərə hücum edən əjdaha haqqında eşidir. 2-1. Avtomatik C-ni, Y-ni, B-ni atıram. 2-1. İndi burada həll edici məqam ya 4-6 gəlməlidir, ya da 6-4 gəlməlidir. Ondan sonrası zaten özünü həll eləyəcək. Görək, hansını götürə bilərik. Deməli, uşaqlar, burada hər halda 4 olar. Çünki kəndlilər, belə deyək də, kəndə hücum edirsə, kəndli nə eləyir? Yazıq canını qurtarmaq üçün o nəsə verər. Ona görə mən çalışaram ki, burada 4-ü qabağa salım ki, kəndlilər əjdahaya bütün qidalarını, heyvanlarını, qızıllarını, hər bir şeyləri deməli verdilər. 4, sonra 6 gəlir. Ordu cəhd elədi ki, əjdahanı zəbt eləsin və s. Sonra 3, 7 və axırda da 5 gəlir ki, artıq 5 zaten sonda gəlməsi məntiqlidir. Orası da var uşaqlar. Yazıb hər kəs kənddə xoşbəxt oldu. Aydındır. Artıq 5-i də sonda vermək lazım. Doğru cavabımız qalır A variantı. Mütləqdir ki, bir dənə qəbulda bu olacaq. Ya make-up dialoq qurma, ya da ki, hekayə qurma. Mütləq. Bir dənə bundan olmalıdır. 18 uşaqlar. 18 tipli test qəbulda düşmüşdü. Bu arada sizin üçün bir-iki dənə şey yazmaq istəyirəm. Yenə yadda saxlayacaqsınız. Let, read, cut, put və s. kimi uşaqlar feillər var. Bunlar biraz məşhur feillərdir. Bunların keçmişlə indikisi üst-üstə düşür. Yəni let qalır, sonra put qalır. Yəni eyni qalır bunların keçmişlə indikisi. Və bunu niyə görə verirlər bizə uşaqlar? Tələbə burada köməkçi feil məsələləri var da, özünüz bilirsiniz. Keçmişdə did olur, indiki zamanda daz olur, du olur. Tələbə bunları qatır. Və ona görə də bunları, məsələn, idili feil salsa nə var ki, görən kimi deyəcəksən, bu keçmiş sadə zamandır. Onu tapmağa nə var? Elə deyil. Amma belə verirlər ki, adam beyni biraz qarışsın, amma beyniniz heç qarışmasın uşaqlar. İndi nə eləyirsiniz? Əgər ki, verilən mübtəda təkdədirsə, elə deyil, everyone, everybody, bunlar bilirsiniz ki, törəmə əvəzlər təkdə sayılırlar. Yəni, nə bilim, she, he, Kate və s. təkdədirsə mübtədam, indiki zamanda feil nə qəbul edir təkdə olanda mübtəda? S və yaxud da S qəbul etməlidir. Yəni, əgər ki, mənim bu cümləm indiki zamanda olsaydı, əziz tələbələr, readin sonunda nə olmalıydı bir dənə? S olmalıydı. Deməli, bu S verməyiblərsə, hansı zaman sayılır bizdə? Keçmiş, past simple'dır. Və bunun da köməkçi feili artıq nə olmalıdır? Did olmalıdır. Okey, uşaqlar, didə görə 3 dənə variant konkret getdi. B, D, C. Heç baxmıram. Çünki indiki zamanda deyil. Qalıram A-la, deməli, Y arasında. Uşaqlar, belə bir məsələ var. Dialoq suallarında, yadda saxlayın, dialoq suallarında nöqtə ilə bitibsə, bu zaman təsdiqə təsdiq cavab verəcəksən, inkara da inkar cavab verəcəksən. Cümlən təsdiqdədir. Bəli, təsdiqdədir. Deməli, mən nə ilə cavab verirəm buna? Təsdiqlə. A da gedir, qalır Y variantı.
İndi deyə bilərsiniz ki, müəllim, everyone təkdədir. Niyə görə mən the ilə verdim onun əvəzliyini? Uşaqlar, bu bir qaydadır. Tag sualında da bizim köməyimizə çata bilər. Bunu yadda saxlayın. Sonu one və body ilə bitənlər, yəni törəmə əvəzlərdən söhbət gedir. Everyone, üzülü sayın, bunu pis yazdım biraz. Everybody ola bilər, sonra somebody ola bilər və s. Bu one ilə body ilə bitənləri z ilə verirlər. Necə ki, baxın bu burada. Görə bilirsiniz. Sing ilə bitənləri də uşaqlar verirlər itlə. Məsələn, something, nothing, onlar da verirlər əvəzi olaraq itlə. Yadda saxlayın. Keçid alalım 19-cu suala. Uşaqlar, 19 da yenə sözlə bağlıdır. Əslində burada qrammatika bizim üçün o qədər də vacib deyil. 19-da bilirsiniz də 2 dənə konkret söz sualı düşür, 3 dənə də konkret qrammatika sualı düşür. Bəzən qrammatikalarda tərcümə işimizə yarayır bəzi hallarda. 19-da uşaqlar, baxıram ki, yazıb ki, insanın kifayət qədər biliyi, anlayışı və nəsə haqqında informasiyası yoxdur. Uşaqlar, yoxdursa deməli bu necə insan olar? Məsələn, ignorant, cahil ola bilər. Sonra bir də illiterate ola bilər uşaqlar, savadsız. 2 ilə 3-ü götürərəm, doğru cavab 19-da olar B. 5-də bacarıqlı deməkdir, 5-i çıxıram. Uşaqlar, 1 ilə 4-də illustrate feildir, ignore da feildir. Ignore nə deməkdir? Rədd etmək, illustrate də nümayiş etdirməkdir. İndi bir məsələ var. Məsələn, mən ora ignore gətirir. Bəzən tələbələr gətirir, elə şeylər qoyurlar qabağına. Uşaqlar, bu isimdir axı. İsmin qabağında necə mən feil qoyum? İsmin yanında sifət gələr. Ki, cahil insanlar, savadsız insanların biliyi olmur kifayət qədər, elə deyil. Ona görə 2 ilə 3-ü götürdüm. 1 ilə 4-də buradan çıxıram. 20, uşaqlar, 20 tipli testə qəbul düşmüşdü. Burada birinci nəyə mən odaqlanıram? Everydən və no-dan sonra nə gəlməz? Of gəlməz. Özüm üçün rahat tez qaydaları yazıram. Every və of-dan sonra no gəlməz. Üzürlü sayın. Every və no-dan sonra of gəlməz. Deməli, 1-ə A və yaxud da Y yaza bilmərəm. 1-ə Y yazılan, A yazılanı çıxdım. Baxın, 1-ə A-Y yaza bilmirəm. Niyə görə? Everydən sonra da of yaza bilmirəm, no-dan sonra da of yaza bilmirəm. O öz yerində. Digər məsələ. Burada cəm isim olsa da xəbəri nədədir dostlar? Təkdədir. Bosun xəbəri həmişə cəmdədir. Mennin də xəbəri həmişə cəmdədir. Ücey 1-ə S ilə D də yaza bilmirəm. Konkret 1-ə nə qaldı? B variantı. İçin xəbəri həmişə təkdə olur da. Demişdik, içdi, neither, yəni neither nə desəz deyə bilərsiniz. Neither və yaxud da either, either və yaxud da sonra one'dır. Uşaqlar içdi, another'dır. Bunlarla başlayanda cümlə xəbər həmişə nədə olur? Təkdə olur. İsim ofla verilib cəmdə olsa belə. 1-ə B-ni götürdüm. 2-yə nə götürürəm uşaqlar? 2-də belə bir məsələ var. Görürsünüz ki, ismin qabağında təyin edici gəlib. Və biz sizlə belə bir şey danışmışdıq. Nə vaxt ismin qabağında birbaşa təyin edici gələ bilərdi? Ofsuz formada. O vaxt gələ bilərdi ki, onu mən bossla verim və yaxud da all-la verim. Ona görə 2-yə də C götürürəm. Yəni, mən bura many yazmaq üçün uşaqlar əslində belə olmalıydı. Many of the students. Yəni, burada da məsələn D variantda many of yazsaydılar, düz, mən onu doğru götürə bilərdim. Yadda saxlayıram. Boz və olu çıxmaqla yerdə qalan digər əvəzliklərdən demək, ismi təyin edici ilə, yəni xüsusən də D artiklı ilə verirəmsə, yanında nə olmalıdır? Bir dənə of-u olmalıdır mütləq şəkildə. Bosla olda ola da bilər, olmaya da bilər. Ona görə doğru cavabım qalır 20-də C. Belə uşaqlar, bir daha bir sınavın sonuna gəldik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, qəbula da az qalır. Təkrarlarınızı eləyin, sözləri oxuyun, testləri vaxtında edin. İnşallah yaxşı olacaq. Nəsə sualınız, sözünüz olsa, şəxsimə rəy bölməsinə də yaza bilərsiniz. Belə, sağ olun, görüşərik.